Allahümme salli ala Muhammed ve ali Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibin tahirin. Ve la'netullahi ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. Bəhsimiz Allah'a dua edərkən, Allahla bəndəni rabitə qurarkən, Allah övliyalarına, xüsusən də İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm və onun pak əhl-i beytinə təvəssül eləmək barəsində idi. Və bu barədə ümumiyyətlə, yəni İslam şəriətində və istər Qurani Kərimdə, istər hədislərdə təvəssülə işarə edən hər bir mövzunu dəlil kimi zikr edirdik və müəyyən miqdarda demişdik, zikr eləyəcək. İnşallah ondan sonra keçəcək təvəssüllə müxalif olanların dəlillərinə və o dəlillərə olan cavaba. Həmən bu təvəssülə işarə eləyən İslam dininin əsas qayda və qanunlarından və istər Qurani Kərimdə və hədislər əsasında təvəssülə işarə eləyən o dəlillərdən müəyyən bir qismini zikr eləmişdik bundan əvvəlki bəhslərdə. Və axırıncı bəhslərimizdə əsasən ümumilikdə təvəssülə dəlalət eləyən və İslamda demək olar bütün məzhəblərin qəbul elədiyi müəyyən hökmlərin və müəyyən Allah Taala tərəfindən fərz edilmiş və ya müstəhəb qərar verilmiş əməllərin təvəssülə olan dəlalətindən danışırdıq. Və Allahla bəndə arasında Allah övliyalarının vasitə qərar verilməsinə işarə eləyən müəyyən dəlillər və həmin o ibadətlərdə olan, həmin bu vasitəyə olan işarələrdən danışırdıq. Və onlardan bir qrupu ki, istəyirik bu bəhsimizdə onlar haqqında danışaq, o da bundan ibarətdir ki, biz əslində İslam dinində bizə vacib edilmiş və yaxud da müstəhəb qərar verilmiş müəyyən ibadətləri nəzər yetirsək, görərik ki, həmin o ibadətlər ki, əslində ibadət özü tək Allaha edilməlidir və Allaha olunan ibadətdir. Lakin o ibadətin içində Allah Taala öz övliyalarına təvəssül eləmək, onları özü ilə bəndələri arasında, yəni bəndələri ona müəyyən ibadətləri edərkən, həmin o ibadətlərin içində Allahın seçdiyi və sevdiyi müəyyən bəndələri ona vasitə qərar vermə, ona yaxınlaşmaq üçün bir vasitə qərar verməyi əmr elədiyini görərik. Ki, bu barədə biz müraciət eləyəcəyik müəyyən dəlillərə. Təbii ki, buna da bundan əvvəlki bəhslərdə dediyimiz kimi qısa olaraq toxunuruq. Yəni, hər biri haqqında əgər geniş dayanıb və geniş dəlillərinə varid olsaq, çox zaman çəkər deyə biz müəyyən müxtəsər olaraq bunlara toxunuruq. Ki, müəyyən ibadətlərə baxanda görürük, İslamın ən böyük ibadətlərində və ən böyük ibadətlərin bir qismində Allah Taala təvəssülü Allah övliyalarının vasitəsilə Allaha təvəssül eləmək və onların vasitəsilə Allaha yaxınlaşmağa Allah Taala əmr edib. Əslində biz bundan əvvəlki bəhslərimizdə də müəyyən ibadətlərə toxunmuşduq. Məsələn, həcc mövzusunda həcci yerinə yetirmək, Kəbə evinə getmək və onun ətrafında olan müəyyən ayinləri yerinə yetirməyin həqiqətdə elə təvəssül, yəni ya Allah övliyalarının birbaşa özü ilə, ya onların elədiyi bir feillər, yəni onları xatırladacaq bir işlər vasitəsilə Allaha təvəssül haqqında danışmışdıq. Lakin burada müəyyən şahidlər getirəcək indiki bəhsimizə aid və ilk gətirmək istədiyimiz şahid namazda olan, həmən bu təvəssülə olan işarədir. Namazda bilirik ki, namaz İslam dininin əsasını təşkil edən ibadətlərdən biridir. Və namaz dinin sütunudur, nəzürki hədislərimizdə gəlib. Və müminin meyracıdır, yəni Allaha tərəf yüksəlişinin ən əsas şərtlərindən biridir. Və hədislərdə var ki, əgər namaz qəbul olsa, digər ibadətlər də qəbul olacaq. Yəni namaz digər ibadətlərin qəbul olması üçün də ən əsas olan şərtlərdən biridir. Lakin biz bu namaza baxsaq, görəcək ki, namazın neçə dənə mühüm yerində Allah Taala müəyyən övliyalarına yönəlməyi və onlar vasitəsilə Allaha yaxınlaşmağa, yəni bu namaz özü insanı, mümini Allaha yaxınlaşdırır, hətta elə yaxınlaşdırır ki, Allah Taala bu, yəni Allah Taala'nın övliyaları, həmin o övliyalar ki, bunlar vəhiydən başqa heç bir şey danışmırlar. Və ma yantiqu anil hawa in huwa illa vahyun yuha. Necə ki Allah Taala Nəcm surəsində buyurur ki, o
hava həvəsindən danışmır, onun danışdığı yalnız vəhidir. Həmin o Peyğəmbər və yaxud da o Peyğəmbərin övladlarından olan həmin o məsum imamlar buyururlar ki, namaz müminin meracıdır. Yəni, mömin əgər Allaha doğru gedmək istəyirsə, Allaha yaxınlaşmaq istəyirsə, namaz vasitəsilə yaxınlaşacaq. Lakin həmin bu namazın özündə görürük ki, Allah Teala öz övliyalarından və özünün ən sevdiyi şəxsləri adını o namaza getirir və onlara doğru ən azından qəlbən yönəlməyi Allah Teala namazda şərt bilir. Bunlardan birinci şahidimiz İslam Peyğəmbərinin təşəhhüddə adının olmasıdır. Ki, namazda bildiyimiz kimi təşəhhüddə İslam Peyğəmbərinin adını çəkirik. Yəni, İslam Peyğəmbərinin adını çəkmək həm Allah İslam Peyğəmbərinin getirib adını öz adı ilə yanaşı qərar verib. Nə cür ki, deyirik, Elhamdülillah, əşhədə ən la iləhə illallah vəhdəhu la şərikə lə. Şəhadət verir ki, Allahdan başqa heç bir ilah yoxdur. Və ənə Muhammədən abduhu və rasuluh. Və şəhadət verir ki, Muhamməd sallallahu aleyhi və səlləm Allahın qulu və rəsuludur ki, burada ilk olaraq adını çəkməyi şərt bilib. Əgər bu təşəhhüdü bu cürünə deyilməsə, yəni Peyğəmbərin adı çəkilməsə, sırf Allahın adı çəkilsə, o namaz batildir. O namaz batildirsə, digər əməllər də qəbul olunmur və o insan istərsəməz Allaha doğru yaxınlaşmır. Həmin o müminin meracı olan namazdan istifadə etməmiş olacaq. Və bundan sonra təkcə bu ilə də kifayətlənmir Allah Teala. Həmçinin bundan sonra Peyğəmbərin özünə və onun ailəsinə salavat deyilməsini də şərt bilir. Yəni, təşəhhüddə Peyğəmbərin adını çəkmək özü şərtdir və ondan sonra Peyğəmbər və onun əhl-i beytinə salavat deyilməsi də, çünki təşəhhüddə bunlar deyiləndən sonra deməliyik ki, Allahumma salli ala Muhammed və ali Muhammed, yəni İlahi Muhammed və onun əhl-i beytinə və onun ailəsinə salavat göndər. Bu özü də həmən o təşəhhüdün şərtidir və təşəhhüd özü də namazın vacib əməllərindən biridir. Yəni, insan onu bilərəkdən tərk eləyərsə, namazı olacaq batil, namazı da batil olarsa, o şəxs Allaha ibadət eləməmiş olacaq. Demək, təvhidin ən əsas şərtlərindən biri olan həmin o namazda Peyğəmbər və hətta onun əhl-i beytinə yönəlmək, çünki bilirik ki, bu salavat və ümumilikdə bu təşəhhüdün özündə həmən bu salavatı demək də müsəlmanların bir çox firqələrinə görə vacibdir. Yəni, ümumilikdə bu salavatı demək üstün bir əməldir. Bütün müsəlmanların icması var bu barədə. Yəni, burada heç kimin ixtilafı yoxdur. Nə cür ki, istəyənlər müxaliflərin kitablarından Nəvavi Əl-Məcmu' əsərində 3-cü cild 460-cı səhifədə və ondan sonraki səhifələrdə bu barədə danışır. Lakin müsəlman firqələri hamısı icma edib ki, bu gözəl bir işdir, yəni Peyğəmbər və onun əhl-i beytinə salavat demək. Lakin müəyyən bir firqələr bu işin vacib olduğunu, müəyyən bir dəstə isə bu işin müstəhəb olduğunu deyib. Məsələn, vacib olduğunu deyənlər Əhl-i Beyt məzhəbidir. Nə cür ki, məsələn, Şeyx Tusinin Ən-Nihayə əsərinə müraciət edir söz. Şeyx Tusi Ən-Nihayədə səhifə 89-cu səhifədə bunu zikr eləyir və digər məzhəblərin də bir qrup alimi bunu açıq-aşkar deyib. Məsələn, müraciət elə söz Nəvavinin Əl-Məcmu' əsərinin 3-cü cild 467-ci səhifəsində. Və həmçinin Fəthul Əzizdə Rafi'i 3-cü cild 504-cü səhifədə bunu qeyd edir və Şafiidən məşhur həmin o şeir var ki, ey Peyğəmbərin əhl-i beyti, sizə məhəbbət bəsləmək Allah tərəfindən vacib edilib, hətta elə vacibdir ki, əgər sizin adınız namazda çəkilməsə, o namaz batildir. Ki, şeirin məzmunu budur və məşhurdur. Ki, bir qrup alimlər, müxaliflərdən bunu, yəni salavatı vacib bilib. Digər bir qismi isə xeyr, bunu vacib bilməsə də ən azından bunu müstəhəb biliblər. Və vacib bilənlərin də ən əsas söykəndiyi dəlillərdən biri Sünən-ü Daraqutnidə 1-ci cild 348-ci səhifədə nəql olunan, Ayşədən nəql olunan rəvayətdir ki, Ayşə nəql eləyir ki, Peyğəmbərdən nəql eləyir ki, Peyğəmbər buyurdu ki, La yəqbəlullahu salat illa bitahur və salatu aleyyə. Allah Teala namazı təharətsiz, yəni insan təharəti olmadan, yəni qüslu və dəst namazı olmadan və mənə salavat demədən Allah Teala bu namazı qəbul eləmir. Yəni namazın qəbul olunmasının iki dənə əsas şərti var. Biri təharətdir, nə cür ki, biri təharətsiz namaz qılsa o namaz batildir. Və ikinci şərt də Peyğəmbərə salavat göndərməkdir ki, bu da namazın əsas şərtlərindən biridir. Və salavat deməyin keyfiyyətini, yəni salavatı nə cür deməliyik, bu barədə olan hədislər də çoxdur. Onlardan biri
Səhih-i Buxaridə 4-cü cild 118-ci səhifə. Təbii ki, bunlar müxtəlif çaplara görə fərqlənir. Sadəcə həmin bu ərəbcə dediyim ibarələri, dediyim sözləri, məsələn, ərəbcə indiki zamanədə kompüterdə və yaxud da internetdə yazsınız, həmin o müxtəlif çaplara uyğun kitablarda da çıxacaq. Və həmçinin Vəsail-i Şiədə Əbvabu Duada, yəni duanın bablarında demək 36-cı babda bu barədə gəlir ki, o da bundan ibarətdir ki, Peyğəmbər buyurdu, qulu, Peyğəmbərdən soruşdular ki, nə cür salavat deyə, Peyğəmbər buyurdu, qulu, Allahumma salli ala Muhammed və ala ali Muhammed. Ki, Peyğəmbər buyurdu, bu cür nə deyin ki, ilahi Muhammedə və ali Muhammedə salavat göndər. Ki, bu özü təşəhhüddən sonra dediyimiz kimi üstün bir işdir və hətta müəyyən məzhəblər bunu vacib bilirlər, digərləri vacib bilməsə də müstəhəb bilirlər. İndi Peyğəmbərə salavat demək, Peyğəmbər və onun əhl-i beytinə salavat demək əslində onun üçün bir duadır. Və dua da edərkən istərsəməz qəlbən ona doğru yönəlməkdir. Əgər qəlbən ona doğru yönəlməkdirsə, yəni namaz vaxtı, namaz ki bu dinin ən əsas ibadətlərindən biridir. Həmən bu namazda Allah Taala bəndələrə əmr edir ki, bəndələr Peyğəmbərə doğru yönəlsinlər. Ən azından Peyğəmbər və onun əhl-i beytinə salavat deməklə onlara doğru namazda yönəlməlidir. Lakin bilirik ki, namazda ancaq Allaha doğru yönəlməliyik. Lakin Allah Taala burada Peyğəmbər və onun əhl-i beytinin adını zikr olunmasının müstəhəbliyini və hətta vacibliyini və əsas şərt olduğunu bizə bildirir. Və bu həmən bu namazın qəbul olunmasında ən əsas şərtlərdən biri də bundan ibarətdir. Başqa yerlərdə də, başqa ibadətlərdə də əslində salavat demək, məsələn, namazdan sonraki qunutda salavat deməyin də müstəhəbliyini qeyd ediblər. Nəzər ki, Nəvavi özünün həmin Əl-Məcmu əsərində 3-cü cild 499-cu səhifədə bunu deyir. Və həmçinin başqa bir yerlərdə də var, məsələn, birini nəql eləyək, həcdə ki, təlbiyə deyilməlidir. Təlbiyə ləbbeyk, Allahümmə ləbbeyk ilə başlayan həmin o dua ki var. Həmən bu təlbiyəni qurtarandan sonra salavat deyilməsi Peyğəmbər və onun əhl-i beytinə müstəhəbdir. Nəzər ki, Şafii özünün Əl-Umm əsərinin 2-ci cild 171-ci səhifəsində bunu qeyd eləyir. Və başqa bir yerlərdə də hətta müstəhəblərdən biri budur ki, Nəzr Nəvəvi özünün Əl-Məcmu əsərinin 8-ci cild 412-ci səhifəsində deyir ki, heyvanın, yəni qurbanlıq heyvanın başını kəsərkən, həmin o başını ki, Allahın adını zikr eləməlisən, həmin orada Peyğəmbərə salavat demək özü də müstəhəbdir. İndi bu Peyğəmbərə və onun əhl-i beytinə salavat demək həmin bu ibadətlərdə, xüsusən namazda və xüsusən həmin o heyvan kəsilməkdə ki, Allahın adı zikr olunmalıdır. Allah Taala bunu vacib bilir və əgər o Allahın adı zikr olunmasa, o ətdən yeyilməməsini Qurani Kərimdə bizə Allah Taala buyurur. Həmin orada Allahın adını çəkəndən sonra əsas deməli olduğumuz məsələlərdən biri də həmən Peyğəmbər və onun əhl-i beytinə, yəni ən azından müstəhəbdir ki, salavat deyək. Və həmən bu salavat demək ki, namazın qəbul olunmasında əsas vasitədir. Peyğəmbər və onun əhl-i beytinə dua eləmək özü bir vasitədir ki, namaz qəbul olsun. İndi onlara dua eləmək əgər və onları yad eləmək namazda, namazın qəbul olunmasının əsas şərtlərindəndirsə, demək bu özü əslində təvəssülə işarə eləyir. Və təvəssül özü neydi? Təvəssül bəndə ilə Allahın arasında Allahın övliyalarını vasitə qərar vermək. İndi biz də burada Allah övliyalarını dua eləməklə, onları xatırlamaqla, Allah Taala ki, vacib bilir onları xatırlayaq və onlara dua eləyək, həmən bu vasitə ilə namazımızı qəbul elətdiririk. Və yaxud da duaların özünə. Duanın qəbul olunması üçün ən əsas şərtlərdən biri elə Peyğəmbər və onun əhl-i beytinə salavat deməkdir. Necə ki, bu barədə əslində çoxlu hədis var. Sadəcə biraz bəzilərini qeyd eləmək istəyirik, çünki bu hədislər həddindən artıq çoxdur. Necə ki, İbn Həcər Əsqalani özünün Lisanul Mizan əsərinin 4-cü cild 53-cü səhifəsində Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalamdan nəql edir ki, Əmir əl-Müminin Əli əleyhissalam buyurur ki, Əd-dua məhcubun anis-səma hətta yutba'a bis-salat ələ Muhammed və alih. Dua səmadan gizli qalır, örtülü qalır. Yəni, dua qəbul olunmur. Nə zamana qədər?
ta ki o duanın arxasınca Peyğəmbər və onun əhl-i beytinə salavat deyilənə qədər. Yəni, nə qədər ki, Peyğəmbər və onun əhl-i beytinə duadan sonra salavat deyilməsə, o dua özü məhcub qalacaq, yəni o dua qəbul olunmayacaq. Yəni, duanın qəbul olunması üzrə ən əsas şərtlərdən biridir. Və yaxud da Peyğəmbərdən nəql olunan Kifayətül Əsər, Xəzzaz Əl-Qummi, Şia alimidir. Özünün Kifayətül Əsər 38-ci səhifədə Peyğəmbər Əbu Zər nəql edir Peyğəmbərdən ki, Peyğəmbər buyurdu ki, La yəzalu dua məhcubən hatta yusalla aleyyə və alə əhl-i beyti. Mənə və mənim əhl-i beytimə salavat deyilməyənə qədər dua məhcub qalar, yəni dua qəbul olunmaz. Və bundan əlavə başqa bir, məsələn, həmən bu başqa bir hədislərə müraciət eləsək, əsasən də hədislər dediyim kimi həm Şiə mənbəsində, həm Əhl-i-Sünnə mənbəsində çoxdur. Sadəcə mən bəzilərini qeyd edirəm. Əbu Davud özünün sünənində 1-ci zil səhifə 333-də 1481-ci hədisdə qeyd eləyir ki, Peyğəmbərdən nəql eləyir və buyurur ki, Peyğəmbərin yanına hələ bir ki, Peyğəmbər bir nəfərin dua elədiyini eşidirdi. Gördü ki, bu bir nəfər dua eləyir, Allaha heç bir həmd sənə demir və Peyğəmbərə də salavat demədən dua eləyir. Həmin o duadan sonra Peyğəmbər həmin o şəxsə dedi ki, İza sallə əhadukum fəliyyəbdə bitəhmidi Rabbi Azza və Cəl və thəna aleyh thumma yusalli alən nəbi thumma yəd'u ba'də bima şa. Peyğəmbər buyurur ki, əgər sizlərdən bir nəfər dua eləsə, o zaman birinci Rəbbinin həmdini eləsin, Rəbbinə həmd desin, ondan sonra onu tərifləsin və ondan sonra Peyğəmbərə salavat desin, bundan sonra hər nə dua istəyirsə eləsin. Demək, duanın qəbul olması üçün, dua ki, həmin o duada, demək, Peyğəmbər və onun əhl-i beytinə salavat demək, əsas şərtlərdən biridir duanın qəbul olması üçün. Demək, bu özü təvəssüldür. Bir vasitədir Peyğəmbər və onun əhl-i beytinə dua eləmək, özü bir vasitədir. Demək, həmin Peyğəmbər və onun əhl-i beytinə qəlbən insan yönəlir, istərsəməz dua eləyəndə Peyğəmbəri xatırlayır. Həmin ona yönəlməkdir. Həmin o yönəlmək özü əsas şərtlərdəndir. Yaxşı, nə zor ki, təvəssülə irad bildirənlər deyirlər ki, Allah Teala Qurani Kərimdə buyurur ki, Allah şah damarınızdan da sizə yaxındır. O zaman niyə həmən bu Peyğəmbər və onun əhl-i beytini dua eləməyə şərt bilir? Və onlara salavat göndərməyə şərt bilir? Və onları xatırlamağa şərt bilir? Demək, təvəssül özü əsas şərtlərdən biridir. Və bundan başqa bir yerdə İbn Məsud Peyğəmbərdən nəql edir ki, İbn Məsuddan, yəni nəql edir, demək, Mu'camül Kəbirdə Təbərani bunu nəql edir 9-cu 156-cı səhifədə və Heythəmi özünün Məcmu'z Zəvaid 10-cu cild 155-ci səhifədə də bunu nəql edir. Deyir ki, İbn Məsud dedi, İza əradə əhədukum, əgər sizlərdən biri istəsə ki, ən yəsəl, yəni dua eləmək istəsə, fəlyəbdə bil-mədhə və thənə aləllah bima huvə əhlu, birinci Allaha layiq olduğu kimi ona həmd eləsin, thumma leyusalli alən nəbi sallallahu aleyhi və alih, sonradan Peyğəmbərə salavat desin, thumma leyəsəl, sonra nə istəyir istəsin, fəinnəhu əcdər ən yüncəh, çünki bu cür nə dua eləmək, yəni Allaha həmd sənə eləyəndən sonra, Peyğəmbərə salavat deyəndən sonra dua eləmək özü qəbul olmaq üçün daha ləyaqətlidir. Daha layiqlidir ki, bu qəbul olunsun. Bu, dediyimiz kimi, Mu'camül Kəbirdə Təbərani bunu nəql edir. Lakin, Heysəmi Məcmu'z Zəvaiddə 10-cu cild 155-ci səhifədə bu hədisi nəql eləyəndən sonra deyir ki, Rəvahut Təbərani, Təbərani bu hədisi nəql eləyib və ricaluhu, ricalu sahih, bunun da ricalı, yəni bunu nəql eləyənlər hamısı səhihdir. Yəni, bu hədis özü səhihdir. Demək, bu cür nə hədislər və başqa hədislər də var ki, ola bilər ki, və yaxud da bir neçəsini bundan sonraki bəhsdə deyək amma zikr elədiklərimizdən daha çox hədislərdir ki, həmin bu hədislər də bunu göstərir və İslamın namazda olunan həmin o hökmü ki var ki, təşəhhüddə Peyğəmbərin adı deyilməlidir və ondan sonra Peyğəmbər və onun əhl-i beytinə salavat demək vacibdir və onu kimsə deməsə,
o namaz batıl olacaq və yaxud da bəzi məzhəblərə görə lap müstəhəb də olsa, savab da olsa, demək ibadətdə Peyğəmbər və onun əhl-i beytinə qəlbən yönəlmək, onu zikr eləmək, onu yad eləmək əsas şərtlərdən biridir. Və əgər Peyğəmbər və onun əhl-i beytinə yönəlməyi, Allaha ibadət edərkən onlara doğru yönəlməyi və onlara təvəssül eləmək və onlara Allahla öz arasında bir vasitə qərar vermiş şirk olsaydı, o zaman Allah bu cür nə əmr eləməzdi. Namazda həmin onu vacib qərar verməzdi ki, kimsə onu eləməsə, o zaman onun namazı batıl olsun. Və yaxud da duada neçə dənə hədis oxuduq və bundan başqa hədislər də var ki, duanın əsas qəbul olunmasına ən əsas şərtlərindən biri həmin o Peyğəmbər və onun əhl-i beytinə salavat deməkdir. Duanın qəbulu üçün bunu şərt bilməzdi. Qəlbən Peyğəmbər və əhl-i beytə yönəlməyi və onu xatırlamağı şərt bilməzdi. Demək, bunlar hamısı həqiqətdə Peyğəmbər və onun əhl-i beytinə təvəssül eləməyə işarə eləyən dəlillərdən biridir ki, müəyyən şahidlərini də bundan sonraki bəhsdə inşallah getirəcəyik. Və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alə alihi tayyibinə tahirin.